idim. Ağacda da çıxmışam o qədər. Allah ki, mən elə bunları indi eşidirəm. Mən sizlə bərabər eşidirəm. Mənim dövrüm uşaqları deyə yazırlar hamısı mənim. Sizin dövrün uşaqları ağaçlarda gəzirdi. Hə, o vaxtdan ağacda gəzirdik. Hələ birində qonşumuzun oğlu yıxılmışdı. Papam keçəndə ağacın altında onu görmüşdü. Götürüb aparmışdı xəstəxanaya. Rəhmətli bir diktor var idi, onun oğlu. Mən divarda hamımız gəzmişik. Mən də gəzmişəm çəpərin üstündə. Divarda nətər gəzirdi? Divarın çəpərin üstündə. Sən elə şey görməmisən. Niyə sən də rayonda olmusan, görmüsən də? Mən də Lefotanda olmuşum, görmüşəm. Vallahi mən Şuşada doğmuşam. Şuşada sizin çəpəriniz yox idi? Ay tövbə, bizdə çəpər olmaz, biz bina evində yaşamışıq. Siz bina evində qalın. Mən bina evində olmamışam, mən həyətdə 3 yaşımda keçib köçüncü həyət evimə. Danışmamışam səndən də heç yox. Çox maraqlıdır. Pis məlumat. 4 ildən sonra necə etiraflar edirdin? Ya sonra nə edirdi uşaq vaxtı dayan. Sizin də dövrün yəqin başqa şeylər olub da. Siz nə etmisiniz? Danış. Mənim yadımdadır ki, Tarzan kinosu təzə çıxmışdı. Da məhəllədən hamı belə yerdi. Bu səs gəlirdi hər yerdən. Onu eləməmişəm düzdür, amma Hə, bu səsi hər yerdən eşidirdik. Yəni 80-ci. sonra nə var idi? Hə, divarda hamıda xalça olurdu. Xalçanın naxışlarına baxıb sayıb yatırdıq. Eləməmisən heç? Allah haqqı, sənin danışıqlarını indiki psixologlara desən, deyəcəklər ki, bu uşaqlarda şey var. Zəka geriliyi. Niyə onu eləməmisiniz? Zəka geriliyi var bax. İndi o